Selam aziz ve değerli Güney Azerbaycan Türk milletine. Mevzunu gördüğünüz kimi Kürt örgütlərin son açıqlaması və bunların yeni birləşmə getməsi, 5 dənə hizbin birləşməsi və sonradan bunlara da bir hizbin dəstək verməsi oldu. Burada Hizb-i Həyat-ı Azad Kürdistan ya dediğimiz Güney Azərbaycanda millətimizin tanıdığı PEJAK. Hizb-i Komile var, Hizb-i Demokrat var, Hizb-i Parti Azadi Kurdistan var ya PAK var, Sazman Xəbbat Kurdistan İran var. Ki adını da qoyublar İtilaf Niruhay Siyasi Kurdistan İran. İndi biz bunu dəyərləndirəcəyik, görək ki, bu məsələdə bizim nə qədər gələcəkdə bizim üzerimizdə plan ne var? Ya bizim planımız ne var? Buna göre hazır mıyıq, hazır dərik? Uluslararası güclər kimləri dəstəkləyir? Çox qısa bir video çəkirik. Bildiğiniz kimi 1,5 yıl ya 1 yıl önce bir podcast yayınlamıştım. Elə az xəbərdə qalır və bir çox yerdə də paylaşılıb. Suriye'de YPG yapı diye bir grup var ki Suriye'de indi Suriye devletinin talibidir. Yani bu cür deyək. Suriye'de iki güc var. Veya Suriye yeni sistemini kuran iki gücü oldu. Ki bu tanındı. Bir Ərəblər oldu. Əhməd Uşər. Bir de Kürtlər oldu ki bunun başçılığını eləyən Məzlum Abdid. Bu arada bunu da diyeyim, Suriye'nin 25 milyon nefer nüfusu var idi ki bunun tahminen 5 milyonu Türkmen'de, birçoğu da Sünnidir. Yani %80'i Sünnidir bunun. Təqribən 1,5-2 milyona yaxın Kürt var və geri kalanı Ərəblərdən oluşur. Ama biz bu yeni devlette neler gördük? Bu yeni devlet içi Suriye'de sistem kuruldu. Bu iki milletli bir devlet oldu. Bakın iki milletli oldu. Üçlü olmadı. Bizim programımızda buna göre yayınlayacağız. Suriye'de iki devlet, iki milletli bir devlet kuruldu. Kürt ve Ərəb. Yani bu arada Türkmenler, Suriye'nin Türkmenleri aradan həsf oldu. Ve bu həsfin birinci səbəbi Türkiye idi. Yani heç bir şey demeden ya saldırmadan, yanlış bilgi o yandan bu yandan aktarmadan gərək düz danışaq ki, gələcəkdə bizim millətin başına nə gələ bilər və nələrə hazır olmalıyıq. Yadınızda olsa Suriye'de çatışmalar başladığı zaman Türkmenler silahlı bir örgüt kurdular. Ve hatta Rusiyanın Bəşşar Əsədi dəstəkləməsi üçün milləti, Suriye millətini, millət deməyək, Suriye'nin xalqını bombardıman eləyirdi. Yəni Suriye'nin xalqını Rusiya bombardıman eləyirdi. Kim dəvət eləmişdi bunları? İran. İran Bəşşar Əsədlə anlaşmışdı. Rusiya ilə danışıb sonradan Rusiyanı Suriye dəvət eləyib Suriye'nin xalqını bombardıman eləyirdi. Və Suriye'də Suriye'nin Türkmenləri ki üstə Hələbdir, Türkmen Dağı bölgəsidir. Üst tərəflər Türkiye'nin Hatay sınırları bölümündə Türkmenlər yaşır ta yenir Dəməşqə tərəf. Suriye'nin Türkmenləri orada silahlandı ve hatta Rusiyanın bir uçağında düşürdüler.
Bunun Xələbanın pilotunu tutuqladılar. Türkiyə burada aracı oldu. Çünki Türkiyə ilə Rusiyanın arası bu durumda çox gərgin oldu. Türkiyə bunun pilotunu aldı, təhvil verdi Rusiyaya. Və Rusiya bunun əvəzini aşmaqdan ötürü Türkiyənin 70 xurdi əsgərin Suriyədə öldürdü. Doğrudur, Türkiyədə dedilər 30 nəfər, amma 70 nəfəri aşmışdı. Orada sınırda olan qaynaqlara görə deyirik. Sonra Türkiyə Ərəqdə olan peşmərgələri Türkiyənin toprağından, baxın Türkiyənin toprağından rədd elədilər. Suriyənin doğu sınırından yox. Türkiyənin toprağına gəldilər və bir Kürd xanəndə var idi, Şimon Peres. Gəldi, hətta Diyarbəkirdə şarkılar oxudu. YPG-nin bayraqlarını orada xalq salladı, Kürd xalqı və gəldilər. Oradan tanklar, silahlar, nəfərbərlər, peşmərgələr oradan rədd oldu, getdi Suriyənin quzeyinə və neçə ay bundan qabağa qədər Suriyənin 1/3-ni kontrol edirdilər. Və Türkiyə də dedi ki, biz bunlarla savaşırıq, bunlar bölücü örgüt. O halda ki, bunları oraya gətirib yerləşdirən Türkiyə idi. Amerika və İsrailin həmahəngiliyi ilə. Biz bunu yenidən İranda görürük. Biz buna çox diqqətli baxmalıyıq, diqqətli analiz eləməliyik və hər fürsətdən istifadə edib özümüzü gücləndirib Türkiyəyə bağlamamalıyıq. Baxın, yaxın sınırımızda 2 dənə türkəmən milləti, Ərəq və Suriyənin türkəmən milləti bizim quzey ilə güney kimi qardaşdılar və bir ailədirlər. Türkiyənin yanlış siyasət deməyək. Aslında bu doğru siyasətdir. Böyük Orta Doğu projesinin siyasətidir. Türkmənlərə asimilə olmaq üçün mərkəzi sistemlərə idğam elədi. Hətta biz bunu Ərəqdə də gördük ki, bir çox şəhərlər türkmənlərin əlindən çıxdı. İndi maalesef Kərkük də əldən çıxma halındadır ki, son rəygiridə gördük ki, Kərkükün rəygirisində 30-40% Kürdlər orada yerləşiblər. Biz bunu özümüzə də baxmalıyıq. Hardadır bizim İran? Biz nəyə buna söhbət edirik? Bizim Batı Azərbaycanımızın problemidir. İran-Ərəq savaşından sonra bu problem yaşandı. İndi gəlirik bizim başlıq iki vurmuşuq Kürd örgütlərinin son açıqlama mövzusuna. Çox önəmlidir. Mənim biraz qabaq sizə 5 təşkilatın birləşməsinin adlarını dedim. İndi bir dənə əks gətirəcəyəm. Lütfən buna baxın və bunların sinələrində olan bayraqlara və xəritəyə baxın. Doğru bu. Burada baxsaz sinələrində bayraq və xəritə var. Bu xəritədə bizim Batı Azərbaycan və Doğu Azərbaycanın əşyaları, Zəncan, Həmədan bölümləri tamamilə Kürdistan adlandırılıb. Amma məsələ buradadır ki, bizə bir son günlərdə bir bəyaniyyə yayıblar. Kürd təşkilatları ki, 5 təşkilatlı qurulubdur. Bir bəyaniyyə yayıblar və Azərbaycana səsləniblər və hətta dəstək istəyiblər ki, rejimi yıxmağa görə birləşək
və özümüzü azadlığa, özgürlüğə çatdıraq. Biz bu məsələni dərin baxmalıyıq. Nədən bunu söhbət eləyirik? Baxın, Ərəxda da bu məsələ yaşananda türk erməniləri hizbilərinin etilaflarına çağırdılar və dedilər ki, biz burada bir çox millətli bir demokrasi yaratmaq istəyirik, əlbir olaq və burada o yapını düzənləyək. Türk ermənilərin şəhərlərinə saldırı ilə qarşı-qarşıya olduqlarını gördük ki, Kürdlər saldırdılar və bu peşmergələrin təvəssütü ilə oldu və farklı qruplar da dəstək verdi bunlara. Sonra Suriye'də də aynı oyunu biz gördük. Aynı oyundu, yəni oyun dəyişilməyib. Türk erməniləri çağırdılar, ərəb qəbilə əşairlərini çağırdılar, dedilər ki, gəlin oturaq, bərabər bir sistem quraq. SDG dedilər Suriye'də və Suriye Demokratik gücləri ki, Sazman Millidə bir neçə dənə qətnamə sadir oldu ki, Kürdlər ərəbləri qırğın eləyiblər, nəstkoş eləyiblər. Doğrudur, Daeş məsələsində Batı gücləri bir oyun yaradıb, bir oyunu bir oyundan çözmək, yıxmaq, problemi çözmək üçün dünyaya bir nə cür deyirlər, bir milləti tanıtdı, Kürdləri. Avropada olsaz bilərsiniz ki, Avropada Kürdləri əvaxirəcən çox sevirdilər. Məsələ nə idi? Məsələ bu idi ki, Kürdlər, yəni dövlətlər, Avropanın böyük dövlətləri Kürdləri dəstəklədilər, risanələrində çox böyütdülər ki, Suriye'də bir Daeş qrupu var, çox canidir, İslamgeradır və bu güclənsə Avropanı da yerindən bir eləyəcək. Onun üçün Kürdlər orada savaşır. Kürdlərin o təşkiləndaz dediklərimiz, onların qızlarının əhslərini hər yerdə yaydılar, izinlər verdilər, böyük pullar verdilər Kürd qruplarına. Çox böyük propaganda getdi. Və indi biz bunu Amerika və İsrailin oyununu İranda görürük yenidən. Kürd təşkilatları oturublar, anlaşıblar. Amerika dəstəkləyir, Amerika və İsrail dəstəkləyir ki, eyni Suriyədəki rol oynasınlar. Yəni Amerika bir hava savunma dəstəyi versin və Kürdlər Kirmanşah, Sənəndəd və Urumiyənin, Batı Azərbaycanın güney bölgəsindən girsin içəriyə və oralarda federal bir yapı qursunlar. Eyni Suriyə və Ərəxdəki kimi. Düzdür, Türkiyənin risanələrində bir çox tartışma gedir ki, biz izin vermərik, elədir, belədir. Amma biz geçmişə baxmalıyıq. Çünki tarixin unutan, tarixdə olan yanlışları yenə təkrarlar. Biz istəmirik onu yenidən təkrarlayaq. Türkiyənin bu dediyini biz kənara qoymalıyıq. Çünki yenidən də dəstəkləyəcəklər. Biz güneydə ən acil, biz bunu bir çox zamandır, neçə illərdir söhbət eləyirik. Sivil mübarizənin yanında silahlı mübarizə də özünü və öz millətini müdafiə üçün silahlı mübarizə olmalıdır. Bu günləri deyirdik biz. Həm baxın biz düşmənlərimizi düşmən də qeyirmirik Kürdləri. Bizim birinci düşmənimiz faşist və mərkəzgəra şuubi farsi sistemidir ki, indi İranda var. 100 ildir millətləri və Türk millətində əsir alıb.
Müxtəlif güclər də dəstəkləyib bunlara. İndi biz bu zamanda əgər eləyə bilməsək, çünki hər bir 100 ildən və 70 ildən dönəmlər dəyişilir dünyada və biz bu dönəmin indi içindəyik ki, əgər çalışmasaq, çabalamasaq, haqqımızı almasaq, köləlik sisteminə inteqrə olacaq yenə. Necə ki bu 100 ildə farslara köləlik etmişik. Kuzey Azərbaycan özünü ayırdı və bir dövlət qurdu. Hər dövlətin problemi var, təbii ki orada da var və orada da düzənləməyə çalışırlar. Biz gərək bunu nəzərdə tutaq ki, Kuzey Azərbaycanın sınırında hamıca ölkələr var. Onun üçün deyəm ki, bəzi problemləri çox böyütməmək lazım. Amma çox da kiçiltməmək lazım. Bizim içəri eşikdəki təşkilatlardan açıqcası bir ümidim yoxdur. Çünki 10 illərdir ki, tamamilə passivdirlər bunlar və indiyəcən bir iş görməyiblər. Bu günə qədər yeyiblər, içiblər və içəriyə bir dəstək sağlanmayıb. İçəridə milli fəallar çox dəqiq bu məsələni eşikdəkilərdən dəqiq bilirlər. İçəridə çox acil, baxın indi bizdə silah yoxdur. Açıq aşkar gedək danışaq da. Biraz aydın danışaq ki, millət hamısı bunu bilsin. Bizdə silah yoxdur. Və bizim qarşımızda farsların, yəni sistemin, Cumhuri İslami rejiminin və onun şaxələri ki, səltənət tələb olur, mücahid olur, başqa qolları olur, bunlar da silahlıdır. 18-19 deydə bunları gördük. Və bu tərəfdə də Kürd silahlı təşkilatları var ki, 10 illərdir çevrə məmləkətlərdə və hətta İranda da silahlı mübarizə aparırlar. Yəni yetərincə təcrübəlidirlər və donanıma sahibdirlər. Amma bizdə silah yoxdur. Cumhuri İslamın nüfusumuzun alternativ olmasına görə bizə o qədər problem yaraldıb ki, bu günə qədər biz o işi görənməmişik silahlanaq. Amma indi son xətt. Ya iki tərəfdən də qətlama məruz qalacaq, ya öz əlimiz, öz başımız olacaq, silahlanacaq və özümüzü qoruyacaq. Bu son bəyaniyədə, Kürdlərin son bəyaniyəsində dünən bir space keçirilirdi və mən də o space-ə müdaxilə elədim. Şirkət elədim və bəzi sözlərimizi dedim. Kürd təşkilatlarının bəyaniyəsi çıxıb ki, Azərbaycan türk millət işlədib içində, Türkiyə Azəri işlədib, Azəri işlədib. Yəni kəlmələrlə oynayıblar kamil. Geçdim mən orada müdaxilə elədim ki, siz o halda ki deyirsiniz biz İranda istəyirik alternativ olaq və İranı gələk qurtaraq. Amma sən bir dənə türkün hələ bilmirsən. Deyirlər ki biz o qədər aşinalığımız yoxdur İranda türklərə. Yəni sən cəmiyyətin İranın %40 cəmiyyətini tanımısan, nə cür istəyirsən alternativ olasan. Onun üçün deyəm ki, kəlmələrlə oynamaqdır. Ya Cumhuri İslami, ya səltənət tələb, ya Suriyədə qurulan SDG kimi İranda da bir şeylər qurular ki, Kürdlər olar, Məzlum Əbdi kimin, Talibanı kimin, Barzanı kimin başlarında olar. Bunlar o sistemi İranda yeritmək istəyirlər və Azərbaycanı topraqlarına gözləri var. Bir dəfə də əksi qoyun, baxın bu məsələyə üçün çox önəmlidir. Burada baxsaz, bunların sinələrində bayraq və haritaları var. Kürdistan. Ki bizim
Yenə də deyirəm, Batı və Doğu Azərbaycan, Batı Azərbaycanın tamamı və Doğu Azərbaycanda bəzi qismətlər onun içindədir. İndi biz nə etməliyik? Baxın, içəridə rejim iç savaşa hazırlanır. Və biz bu fürsətdən yetərincə istifadə etməliyik. Rejimdən aldığımız qədər silah almalıyıq. Hər nə vəzindən olur olsun. Baxın, burada Azərbaycan məsələsidir. Heç bir başqa məsələyə toxunmamamız lazım. Azərbaycan məsələsi gəldiyində hər şey kənara buraxılacaq. Hamımız erkək, qadın, gənclər silahlanmalıdır. Biz bu savaşa girəcəyik. Yəni biz savaşın ərəfəsindəyik. Tezgeci var. Ya hazırlanacaq, savaşacaq, özümüzü, ailəmizi, Azərbaycanı qoruyacaq. Ya bizi qətlam eləyəcəklər, torpaqlarımızı alacaqlar, Suriyədəki model kimi, Ərəqdəki model kimi, Sazman Millənin qətnaməsinin işə yaramadığını biz görürük. Bütün dəstəkçiləri var arxada. Biz bu fürsətdən nəhayət istifadə etməliyik. Baxın, Cümhuri İslamını dəstəkləmək ən böyük hata olar bizə. Dəstəkləməyəcək. Əlində olan imkanı alacaq. İndi orada bilirsiniz ki, nədir olar? İndi silah paylayırlar kimlərə və nə etmək olar ki, olan əlindən silah alaq, silahlanaq və qabağımızda olan savaşa hazır olaq. Bunun qaçışı yoxdur. Biz görürük ki, Avropada olan kürdlər heç gəliblər, sığınmacı olublar və hətta bəzi ölkələrin vətəndaşı olublar. İndi Ərəqdadırlar, qrup. Gəliblər Əraqa, İranın içində savaşa hazırlanırlar ki, girsinlər İrana, öz bölgələrin və göz tikdikləri torpaqları alsınlar. Onun üçün mən dedim ki, eşidək təşkilatlara maalesef ümid bağlamamalıyıq. Bunlar hələ təfərrüatla məşğuldurlar. İçəridəki millət özünü qorumalıdır. Buradan eşidək ki, Azərbaycan Türk millətinə də səslənirəm. Onlar ki, eləyə bilər, Azərbaycanı qoruya, Azərbaycan millətini, Türk millətini qoruya. Savaş başladığı an çantasını belinə atıb Azərbaycana doğru yola çıxmalıdır. Ölüm qalım məsələsidir burada. Biz özümüzü qorumasaq, bizi kimsə qorumayacaq. Türkiyə də bizim torpaqlarımızı verər gedər. Heç burada təşrifatımız yoxdur. Asla ona buna baxmamalıyıq. Bütün Suriyədə, Ərəqdə bu modelləri görmüşük. Qarabağ savaşında biz bunu görmüşük. Öncəki Qarabağ savaşını deyəm ki, Elçibəy zamanı idi və Türkiyə o zaman da güc idi. NATO üzvü idi hətta, amma Azərbaycanı yalnız buraxdı. Onun üçün özümüz özümüzə bel bağlamalıyıq. Özümüz özümüzü qorumalıyıq. Ata-baba demişkən, məhəllədə ilk səngəri quran qazanacaq. Pəs şəhərlərimizi özümüz ilk andan qorumalıyıq. Nə Cümhuri İslamiyyə? Baxın, Cümhuri İslamiyyə yox, özümüzə. Özümüz özümüzü qurtaracaq bu savaşdan. İran adlanan o xarabadan, İran adlanan terror adından qaçmalıyıq və öz
ölkəmizi qurmalıyıq. İran adı dünyada terror olub. Yəni İran dediyimizdə qarşı-qarşıya gətirirlər terrorla. Yəni İran müsavidir terrorla. Terrorist. Alman da çıxır bunu deyir. Amerika da çıxır bunu deyir. Fransa da deyir. Son Birləşmiş Millətlər toplantısında ki, ərəb ölkələri müraciət eləmişdi. Gördük ki, Çinlə Rusiya da İranın arxasını başa atdı. Onun üçün nə Cümhuriyyət İslamı, nə İran Güney Azərbaycan üçün savaşmağa hazır olmalıyıq. Çox zamanınızı almayım. Bu video bilmirəm nə zaman içəridəki millətimiz bunu izlər. Amma eşdə dəliqanlı Azərbaycan Türk milləti də hazır olmalıdır ki, içəri dəstək üçün hər nəyimiz varsa ortaya qoyaq. Yaşasın Azərbaycan Türk milləti. Azadlıq, ədalət, milli hökumət. Çox yaşayasınız, var olasınız.